Ağcabədi rayon İcra Hakimiyyəti başçısının yerlərdə vətəndaşlarla keçirdiyi səyyar qəbullar mütəmadi xarakter daşıyır. Növbəti belə görüş rayonun Nəcəfqulubəyli kəndində təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə qəbulun keçirildiyi məktəbin həyətində 1-ci Qarabağ müharibəsi şəhidi Rahim İbrahimovun büstünü ziyarət ediblər. Abidə önünə çiçəklər düzülərək vətən uğrunda canından keçən qəhrəmanımızın xatirəsinə dərin ehtiram ifadə olunub. Qəbulu giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, səyyar qəbulların əsas məqsədi vətəndaşları narahat edən problemləri bilavasitə yerində öyrənmək, onların operativ və səmərəli həllinə nail olmaqdır. Daha sonra kənd sakinləri dinlənilib. Çıxış edən sakinlər əsasən daxili yolların təmiri, elektrik enerjisi təminatının yaxşılaşdırılması və müəyyən ərazidən keçən yolda avtomobillərin sürət həddinin tənzimlənməsi ilə bağlı müraciətlərini səsləndiriblər. Sakinlər həmçinin bir sıra digər sosial məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər. Vətəndaşların qaldırdıqları məsələlərə münasibət bildirən Rafil Hüseynov, müraciətlərin araşdırılması və qısa müddətdə həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.